Bu günləri 18-ci bölümün ikinci hissəsini çəkirik. Çünki digərində o qədər rəsm atmışdınız ki, mən bir video onu sıxışdıra bilmədim. Çünki müəyyən problemlər də məndə oldu. İnternetdə yükləmək olsun. Zaten onu yükləyəndə yarım saat yüklənir. Ona görə dedim ki, ən yaxşısı bölüşdürmək daha ən yaxşısıdır. Və bunu deyim ki, yəqin belə çox rəsmlər olanda ya bazar günü bir hissəsi, ya ikinci günlərdə digər hissəsini bölüşərəm. Onu da deyim ki, yəni mənə bazar günü, birinci günü atılan rəsmləri hələ qoymuram. Çünki keçən həftədən qalan rəsmlər var. Onları da növbəti həftədə bölüşəcəm. İndi çox da videonu uzatmaya başlayaq. Mələk Əmanova. Bu sayədə ilk dəfə eşitmişdim, yəni doğrusu. Qarşımıza 3 dənə qırmızı göbələk görünür. Çox qəşəng işləmişsən. Texnikanı biraz qarışdırıb. Elə bir akvarel quaşa oxşuyur. Amma çox şirindir, qəşəngdir. Neçə yaşın var? Mələk. Ay, bu nə şirin pandadır. Bax, bizə 3 dənə şar verir. Desə, ürək formasında da çox da yaxşı görsən. Hə, ekran üstünə basanda görsənir. Aha. Bir də rəngli karandaşda çiyələk. Məncə, sənin məncə 13 ya da 12 yaşın var. Yaşını qeyd eləməmişsən, məncə o yaşlardasan. Asif şəhidimizi işləyib. Çox qəşəng. Mahnı da oxuyan şəhidimiz. Adını bilirsinizsə yazın. Bilməlisiniz şəhidlərimizin adını, bilməlisiniz uşaqlar. Onun mahnısını qoyardım. Çünki YouTube'da birisi də telif haqqı deyilən bir şey var. Mən musiqi qoyanda və ya şey qoyanda. Çünki bu mahnını bir çox insan paylaşıb deyə. Çox qəşəngdir. Əslan. Harbi-Bir'in logosunu da işləyib orada qoyub. Əslan deyirəm. İndi biri yazacaq, hə, şəhidə oxşamır və ya başqa. Onu deyənin mən şəkillərini görmək istəyərəm də. Çünki bu aralar nəsə təzə bizim kanalımızda baş verir. Digər uşaqlar da əlbəttə ki, kanalın izləyicilər, balaca abunə olan tələbələrimiz var. Bir dəfə reaksiya bildirlər. Deyirlər, bunu belə eləməmişsən, pisdir. Biri belə eləmişsən, nə bilim, nə eləmişsən falan. Altdakı da bizimkilər də cavab verir ki, hə, sən yaxşı bilirsən, plan bəs məkan. Onlar da haqlı olaraq, yəni mən də sizi sevirəm uşaqlar. Amma belə şərh yazan uşaqlar mən başa düşmürəm. Bir də yazıb, mən də rəssamam, rəsmlərinə baxdım, mənimkilərdən qəşəngdir. Baxdım elə belə səhifəsinə girdim, səhifədə heç şəkil yoxdur. Məncə elə belə qıcıq yaratmaq üçün yazıb. Biri həqiqətən mən inanmıram bir rəssamın belə yazmağına. Nəyə görə? Çünki incəsənət adından bilinirdi. İncəsənət rəssamı, musiqidə hər şey genişlikdə var da, yəni. Belə bir düşüncədə olan bir rəssam varsa, məncə özünə rəssam deməsin. Çünki rəssamlıq kimisə özünlə yarışdırmaq deyil. Mənim fikrimcə elədir. Deyil, elədir deyirəm. Elə deyil uşaqlar. Heç kimlə yarışdırmayın özünüzü. Müqayisə etdin, uduzarsan. Hədəfə beynində qurarsan. O məndən yaxşıdır, bu məndən yaxşıdır. Sən özündən yaxşı çək. Yəni özünü inkişaf elətdir. Ona görə belə şərhlər ümumiyyətlə yazsam da belə ötəri yazıram. Yəni mənə təsir etmir. Neçə yaşımız var, yəni uşaq deyilik. Amma digər uşaqlar, tələbələrin uşaqların işlərinə yazsaz, o vaxt mən çıxıram ortaya. Çünki xoş bir şeydir. Mən özüm də sırf rəsm videosu çəkirəm və hər dəfə ehtiyatla, kiçik qəlblərinizə toxunmadan formadan fikir bildirirəm. Əsas məsələ budur. Amma digər insanlara təsir etmir. Halbuki o söz onlara deyilsə, tam başqa bir reaksiya verərlər. Xoş deyil. Və bunu da deyim ki, Asif, çox qəşəng işləmirsən, halaldır. Görəsən neçə yaşın var. Çünki xarakteri tutmuşsan, tonlaman çox qəşəng yerində. Yəni çox bəyəndim. My Art Life. Hə, bu qızımız bir neçə dəfə video atıb, yəni rəsm atıb, videoda da görmüşsünüz. Bu portret çox portret işləyib əslində. Ağ-qara formatda çox işləyib, elə yadımdadır. Yəni əksəriyyət, amma burada bir fərqlilik var. Rəngli işləyib, plus bahar havası var rəsmində. Yəni çox qəşəngdir, əllərlə sağlıq. Amma bax, ikinci şəkli də var burada. Burada da ağ-qara və o gözlər ümumiyyətlə çox qəşəngdir. Bir də gözünün burada ulduz çox detayı çox qəşəngdir. Salam müəllimə, necəsiniz? Aha, mənə bir salam verdi. Aleyküm salam. Necəsiniz? Çox sağ ol quzum. Sən necəsən inşallah? Yaxşı olasan daim. Şəklim necə olub? Yorum yazardınız da. Orada altda da yazmışam. Böyük ehtimal bəlkə də bu videonu paylaşanda baxacaqsan. Göz işləyib. Portret üçün məncə uşaqlar gözdür, burundur, ağızdır, idealdır. Gözün də yaxşıdır, amma özün də fikir verirsən, biraz şeydir, gözlərin dairəsi biraz əyri fasondur. Amma ilk dəfə işləmisənsə halaldır, o yavaş-yavaş düzələcək. Yaşını bilmirəm, mən özüm ilk dəfə göz işləyəndə balığa oxşuyurdu uşaqlar. Bəli, balığa oxşatmışdım. Eyb yox. Amma indi çəkirik də, yəni əsas məsələ indikidir. Salam müəllimə, necəsiniz? Mən Mələk.
Mən Surə müəllimənin tələbəsiyəm. İlk dəfə də müəllimənə salam deyirəm, Surə müəlliməyə. Neçə yaşın var, Mələk? Mələk yaşını qeyd eləməyib, yox. Giyaslar çox qəşəng işləmişsən. Bax, müəllimə bilinir də, öz işini peşəkardır. Naturmort başlayıb. Uşaqlar, naturmort. Rəsmin əlifbası, işıq kölgəni, kompanovkanı, yerləşdirməni sən ondan başlayırsan öyrənməyə. Və bir müəllimə öyrədib sənə əslən, bir də müəllimlərlə bağlı müəyyən ölkəmizdə deyək, qlobalda da ola bilər. Peşəni mi alçaldırlar, yoxsa insanlar mı alçalır, bilmirəm. Heç yaxşı olmayan xəbərlər görürəm. Fikirləş, neçə il oxuyan uşaqlar var, müəllimlik peşəsini oxuyur. Sevinə-sevinə məktəbə gedir ki, mənim də tələbələrim, şagirdlərim olacaq. Belə bir hadisələr. Çox da danışmaq istəmirəm bu barədə, heç yaxşı deyil. Burada böyük bir əksəriyyət tərbiyəçi olan valideynlər, bir də müəllimlərin öhdəliyi bir-birlərinin əməkdaşlığı ilə düzələn bir şeydir. Yəni uşaqlarınıza diqqət edin. Bu telefonlar ki var, bizi izləyirlər, başqa kanalları izləyirlər, müsbət, mənfi, hər şey bu telefonla informasiya alırlar. Yəni YouTube olsun, TikTok olsun, nə bilim, o qədər sosial platformalar var ki, çoxalıblar həddindən artıq. Yəni bu nə deməkdir? Çoxlu təhlükə deməkdir. Plus müsbət tərəfləri də əlbəttə ki var. Gecə gündüz düşə bilməzsən uşağın dalınca, ay uşaq məni nə izləyir falan, amma nəzarət etmək lazımdır. Nə bilim. Hətta bir neçə dənə görmüşdüm. Yəni burada demək istəmirəm, uşaqdır, qəribə şəkillər çəkir. Ona görə mən xoşum gəlmir sizin belə mənfi şəkillər görəndə xoşlanmıram. Çünki o nədənsə bir şeydən xəbər verir uşaqlar. Zaten psixoloqun yanına gedirsən, deyir ki, bu vərəqdə bir şey çək, baxın nə gedir içində, daxili aləmində nə baş verir. Ona görə diqqətli olmaq lazımdır, çox da uzatmayaq. Kürəni də işləmirsən, çox qəşəng. Biraz o parçada çox qəşəng olub. Kürəyə biraz fikir ver, biraz özünü də görəcəksən də. Həcmində biraz problem var. Aha, amma çox qəşəngdir Mələk, belə də davam elə. Yəni yaşını bilmirəm, ona görə çox da reaksiya verə bilmədim, fikir bildirə bilmədim, amma bunu deyim ki, çox qəşəngdir, gedirsən. Salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşı olasan. Mənim adım Səid, 7 yaşım var. Mənim şəkillərimi bəyənsəniz çox sevinərəm. Sizi çox sevirik, mən də sizləri. Ailəmiz sizin kanalınıza abunəyik. Hə, ailədir. Çox sağ olun bir daha dəstəyinizə görə. Bunu da deyim ki, uşaqlar, əgər bu kimi videoların gəlməyini istəyirsinizsə, çoxluca şərh və bu videonu paylaşmağı əsasında like etməyi unutmayın. Çox da like sözünü deyə bilmədim. Əgər bəyənsəniz əlbəttə ki. Və bu videoların da davamı gələcək inşallah. O da sizin icmalı atdığınız rəsmlərdən də çox şey asılıdır. İzlənməsə də video biz çəkəcəyik inşallah. Məqsədimiz, yəni niyyətimiz bəllidir. Yəni bunu da deyim ki, 7 yaşında mən ümumiyyətlə yazı yazmağı bilmirdim, nə yalan deyim. Çünki mən 7 yaşımda məktəbə getmişdim, 1-ci sinifə birbaşa getdim. Nə bağçaya getmişdim, nə hazırlığa getmişəm. Yaxşı bir şey deyil, əlbəttə ki, övünmürəm bundan. Amma sən çox da qəşəng yazmışsan. Əhsən. Amma çox şirin bir Jerry, uşaqlığımızın cizgi filmi, Tom və Jerry. Jerry'ni çox qəşəng işləmişsən. Ha, bu trenddə olan şey var, balerina, kapuçin adı nə idi o? Çox da oxşatmışsan, Bir də marshmallow işləmişsən, çox qəşəngdir. Afərin, belə çəkməyə davam et, belə müsbət şeylər çək, mənfi şeylər çəkmə. Dərslərində əlbəttə ki, oxu, boş vaxtlarını gözəl belə şeylərlə dəyərləndir. Bir də rəngli çəkməyə çalış. Belə ağ-qara işləmirsən, pis deyil, qəşəng işləmirsən. İnşallah davamı da gələcək, Səid, uğurlar sənə. Aha, Mələk Əmanova. Videonu bu qızımızla başlamışdıq da, hə, belə yadımdadır. Hə, yaşını təxmin eləmişdik, 13-12 demişdim deyəsin. Baxay, burada nə yazır? Salam, adım Mələkdir, 10 yaşım var. Tutura bilmədik uşaqlar. Ola bilər, görürsünüz də, hər yaşa görə uşaqlar bir-birindən fərqlənir, necə çəkməklərinə görə. Aha, ilk dəfədir çəkdiyim şəkilləri sizlə paylaşıram, inşallah davamlı olar. Əlbəttə ki, dərslərini birinci, sonra çəkəcək. Baxsanız sevinərəm, mən də çox sevincliyəm. Burada da dovşan görürəm, çox şirindir. Amma biraz nəsə əsər baxır, niyə? Deyəsən, videonu gec atmır, sənin çəklərini gec baxmışam, deyə elə mənə pis baxır, deyir ki, şeylərdə. Harry Potter'da işləyib, eynəklərindən bildim ha. Bir də o qız, yanındakı qız. 10 yaşlı uşaq bana tərs çəkir, maşallah. Çox, mən 10 yaşında nə çəkmişdim? Siz zaten atmışdım, 10 yaş deyeməyim. Uşaqlı şəkillərimi sizə göstərmişdim. İstəsiniz ona da baxa bilərsiniz. Təzə atmışım elə.
Bir həftə heç olmaz. Yəni onlara da baxın. Sizin rəsmlərinizə baxanda onlar yadıma düşür, çəkdiklərim əziyyətlər yada düşür. O həvəslə başqasına göstərməyin o sev. Məncə bu sevginin bəyənilməsinin də səbəbi odur uşaqlar. Çünki biz uşaqkən o qədər şəkil çəkir, qaçırıq anamıza, atamıza. Sevdiyimiz bir insana onu göstərməyə çalışırıq. Yəni onun yaratdığı o hiss, sevinç və birbaşa həmin adamın gözlərinin içinə baxırıq ki, görəsən bəyəndi. Bunu bilin ki, mən hər bir rəsmimizi bəyənirəm. Çünki mən öz uşaqlığıma qayıdıram da bir sözlə. Ay çox şirindir. Bu niyə belə? Hər bir rəsmində biraz məyusluq var, biraz şey var. Necə deyirlər? Belə baxır. Çox qəşəngdir. Özdə kepqazat, saçın forması qəşəngdir, maraqlıdır. Belə də davam etməliyik. İnşallah davamlı formada atacaq. Amma dərslərini birinci oxu. O qədər ilişmişəm nəsə bu dərs məsələsində. Bunu mən çəkmişəm. Adım Lalədir, 11 yaşım var. Uşaqlığımı çəkmişəm. Çox qəşəng. Uşaqlar qurma xəttlərlə işləyib. Neçə yaşın var Lalə? 11 yaşım var. Mən 11 yaşımda bir də şey çəkmişdim. Sinif rəhbərimi, bir də sinif yoldaşımı çəkmişdim. Elə yadımdadır. Və çox gülməli. Çox gülməli görsənirdi mənim öz çəkdiyim. Müəllimə ilə heç əlaqəsi yoxdur. Getdib, qaçıb müəllimə göstərmişdim. O da demişdi, hə, yaz. Ayda. Amma səninki çox qəşəngdir. Biraz burnunda problem var, amma işləmsən də, yəni əməli başlı və uşaqlığında çox şirin olmuşsan. Mən də istəyirdim uşaqlıq şəklimi çəkim, amma uşaqlıq şəklimlə mənlə heç bir əlaqəsi yoxdur. İstəsiz bura qoyaram. Heç mənə oxşamır. Baxın. Nəsə şübhəli gəlməz. Nəsə heç mənə oxşamır. Salam müəllimə, necəsiz? Çox sağ ol. Yaxşıyam. Ümid edirəm yaxşısınız. Sən də elə həmçinin. Bu rəsmlərdə kursa çəkmişəm. Bəziləri necədir? Amma bəzilərini atıb kursa çəkdiklərini. Rəy bildirsəniz sevinərəm. Adım Sevdadır. Yaşım isə 13-dür. 13 yaşlı Sevdanın əl işlərinə baxayım. Bayağı bir rəsm atmışsan deyəsən Sevda. Hə. Deməli, kursa getdiniz uşaqlar. Bonus olaraq sizə nə öyrədilir? Natriumort, əlifbadır. Yəni, o keçən dəfə də demişdik. Yəni, çox da qəşəng işləmirsən. Amma məsələn, ikincisi daha qəşəngdir digərinə nisbətən. Və üçüncüsünü biraz çox eləmirsən, elə bil. Bilirəm, o qab bəlkə də alma ilə bəlkə eyni tündlükdədir, eyni tondadır. Amma biraz fərqləndir. Belə pis deyil, ağlıdır. Bu da biraz Pinterest rəsminə oxşuyur. 4-cü şəklin. Pinterest dedim, bir şey yadıma düşdü. Deməli uşaqlar, mən kursa təzə başladığım vaxtlar, müəllimliyə başladığım vaxtlar bir dənə 3-4-cü sinif aralığında bir uşaq gəlmişdi yanımıza. Mən onu götürmüşdüm. Və bu uşaq 2 dərs gəldi, sadəcə 2 dərs gəldi. Və 2 dərs gəldikdən sonra bu uşaq ancaq deyirdi ki, mən portret çəkmək istəyirəm, Mən dedim ki, mən balam, sən hələ indi gəlmişsən və hələ uşaqlar düzgün karandaş tuta bilmir. Mən öyrətməniyəm, bir mərhələm, amma 2 dərsdə sənə öyrədə bilərəm. Valideyninə də bildirmişdim. Valideyn dedi, yox, həvəslidir, siz nə desəniz eləyər. Amma gəlmədi, sonradan WhatsApp-la əlaqəmiz var idi. Bir dəfə uşaq şəkillər atmaya başladı, Pinterest şəkillərini. Və mən də uşaq olmuşam və Pinteresti məndən yaxşı heç kim bilməzdi. Bəlkə daha yeniliklər gəlib, amma hər dəfə axtarmışam da oradan. Ona görə uşaq şəkil atıb, Pinterestdə bilirsiniz də, alt hissədə belə dökül bir şey var da, onun üzərinə basırsan və şəkil bütöv tam görsənir. Qıraqlar gedir, qara görsənir. Ona qədər atmışdı və mən də uşağa dedim ki, yəni mənim balam, müəllimə birincisi yalan deməzlər, yalan demək pis bir şeydir, başa saldım onu da, yəni qəlbini qırmayaraq, əlbəttə ki. Uşaq bir dənə səs atdı, ağlayır, səslər atır. Mən dedim ki, zəng vurmaq istədim, zəngimi söndürdü. Səsi atdım ki, mənim quzum, mən bir müəllimənəm. Mən səni başa salıram, burada ağlamalı bir şey yoxdur falan. Bir müddət keçdi, daimi formada atmaya başladı bəzi şeylər, ailə söhbəti falan çox xırda detalları girdi. Mən də birbaşa zəng vurdum, zəngimi də götürmədi. Avtomatik gördüm ki, səslər silir. Adi bir nümunə idi bu gətirdim. Demək istədiyim odur ki, uşaqlar bir neçə mənfi xüsusiyyətlər əldə edirlər. Valideyn nəzarət etmir. Mənlə uşaq əməli başda ürəyini boşaltdı. Mən də əlbəttə ki, bəzi səslərinə qulaq asmadım. Nəyə görə? Çünki ailəvi şeylərini mənə bölüşürdü. Çox əcəb şeylər danışırdı. Yəni, məncə uşaqda nəsə var idi. Ona görə əlaqə saxlamaq istədim. Əlaqəmi kəsildi onunla.
Ümumiyyətlə götürmədi zənglərimi. Çünki bildirmək lazımdır. Gördüm ki, səslərimi silməyə başladı. Uzun sözün qısası nədir? Uşaqlarınıza nəzarət edin. Bu biraz valideynlərlə əlaqəli bir videoya çevrildi, bilirəm, amma çox həssas bir şeydir uşaqlar. Yəni diqqətli olun, çox da nə bilim, necə deyim? Bilmirəm video haraya gedir, amma istədim ki, bölüşüm bu təcrübəmi, təcrübə deyək də. Nə bilim, tələsməyin heç nəyə. Hər şeyin öz vaxtı var uşaqlar. Deməli, harda qalmışdıq? İkinci rəsmimi atanda rəsmin yarısı düşmürdü. Ona görə belə atdım. Keçən dəfə demişdiniz ki, neçə yaşım var? 13 yaşım var. Hər dəfə yaş soruşuram və uşaqlar. Birinci rəsmimi sərgidə aparıram. Necədir? Sən də de. Fərqli bir naturmortdur. Fondakı, fon dediyimiz arxa hissədir uşaqlar. Fonun arxaya deyilir. O detallar, çox dinamik rənglər falan maraqlıdır. Güllər də maraqlıdır. Biz işıq kölgəyə fikir versən, lap Allah, mənzərəyə bax, mənzərə çox qəşəngdir mənzərə. Çox qəşəngdir. Adını nə almışdı? Adını yazmayıb deyəsən. Yox, adını yazmayıb. 13 yaşa görə məncə çox əladır. Afərin. Uğurlar qızım sənə. İnşallah lap gözəl işlərin olar və onları sərgiləyərlər və səndən də uğurlarından ailədən sevinir inşallah. Salam müəllimə, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Həm də elə həmçinin. Mən bu rəsmlərdən çoxdan da çəkmişəm, amma bu kartalı bir həftə əvvəldir çəkmişəm. Necədir? Adım Sevdadır, yaşım 10. Bu hansı Sevdadır? O kursa gedən 13 birdən var idi qızımız. İndi dedi ki, elə Sevda. Qartal qəşəngdir. Onun rəngini işləsin, lap əla olar, Sevda. Perspektiva görürəm, amma görürsünüz binanın o həcmini, istiqaməti çox qəşəng. Bu da çox qəşəngdir. Şatoya baxın, şato deyirəm sizə, çox qəşəngdir. Navruska edib. 13 yaşlı bir uşağa görə çox güclü bir şey eləmişsən, risunukun güclüdür. Çox qəşəngdir. Gəmi də işləyib. Özü 2023 yazılıb. 3 il əvvəl də set çəkib. 10 yaşında. 10 yaşında. Bu şey oxşayır. Neydi onun adı? Dur, dilimin ucuna gəlir. Biraz formalarına görə. Şeydə, o kitabda olur, uşaqlar şəkilli kitablar. Onu demək istəyirəm. Niyə dondum bilmədim. Arada mənə gedir. Fikrimi ifadə edə bilmədim. Elə bir onlardır, sən onları rəngləmişsən kimi gəldi mənə. Çox qəşəng. Sonra yazıb ki, təzə yenə atıb. Deyir ki, əl işlərinin bəziləridir, markerlə, bəzilərində adı adi karandaşla yəqin işləyib, qara qələmlə, rəng qələmlərinə. Necədir? Bu qədər çəkmişəm. Çoxlu rəsm atıb, əslində. Təqribən baxsaz 13 dənə rəsm falan atıb. 13 yox, 20-yə yaxın məncə rəsm atıb. Çünki burada çox qəşəngləri var. Çox gözəldir. Kursa gedən desən qızımızdır. Çünki çox fərqlidir, yəni. Yəni elə belə 13 yaşlı bir uşağın işini oxşamır. 13 yaş demişdim də elə, Məncə kursa gedib. Məsələn, mənzərə var. Biraz Pinterestdən ilhamlanmışsan, güllər. Burada yazılıb 2023-2024-də asılıb rəsmlər. Və ən çoxu mən bu qu quşu var, onu qoyacağım. Zaten hər rəsminizi qoyuram. Onu çox bəyəndim. Özü işləmisənsə əhsən. Halaldır qızıma. Uğurlar sənə. Salam, dizayn imtahanına hazırlaşıram. Heykəldə nələr düzəlsəm imtahanda neçə alaram? Bu işinə deyirsənsə neçə alaram? Bunu deyim ki, müəyyən səhvləri var. Məsələn, düzgün paylamamısan. Alın nahiyəsi çox iridir. Burun az burasından nahiyələr. Birində az eləmsən, birində çox eləmsən. Özü də Diyananı işləmirsən. Belə başa düşürəm. Tacından bildim elə. Biraz da oxşatmışsan, pis deyil. Mən 7 verərdim bu işinə. Xarakteri həm tutmuşsan, həm tutmamışsan. İşini yəni yekunlaşdırmamışsan. Onu demək istəyirəm. O nisbətlərə fikir verməmişsən. Bir də ümumi xırda detallar ki var. Məsələn, gözdür, burundur. Orada xırda detallar var. Onları da eləsən, ştrixlərin də, həcmi də tam versən, işıq kölgəni tam olsa, yəni mən 7-6 arasında get-gəl edirəm də bu işində. Amma yüksəltmək olar mı? Əlbəttə ki, olar. Vaz keçməyə ehtiyac yoxdur. İnşallah daha da lap əla işlərim olar. Yəni bunu deyim ki, işlə. Öz üzərində çox işlə.
Yəni işin zəif bir iş deyil. Hələ nə qalıb ki, hələ buraxılış imtahanı siz martda verəcəksiniz də, elə bilirəm. Ondan sonra yayda da imtahan. Ən azı bir 3-4 ayım var, daha çox da bəlkə də. Onun üçün də işləmək lazımdır. İşlə daha da inşallah gələn ilin bu vaxtı semestr imtahanını verib öz rayonunda olarsan, Bakıda olarsan və ya harda istədiyin yerdə təhsil alasan. İnşallah bu videonu da baxanda deyəsiniz ki, müəllimə həqiqətən elə oldu. İnşallah uğurlar sənə. Salam gözəl müəllimə. 14 ildir şəkil çəkirəm. 14 il. Mən neçə ildir çəkirəm? Deməli, kursa getdiyim ili hesablasın uşaqlar. 9-cu sinifdən 11-ə qədər 3 il. 4 ildə oxumuşam, 2 ildə oxuyuram. Neçə il elədir? 5 il buradan, 6, ən azı bir 9 ildir. Artıq məndə 9 ildir rəssamda olan məşğulum. Profesional olaraq da deyək. Hal-hazırda da 25 yaşı var. Məndən 2 il böyüksüz. Burada bir şey, 4-cü sinif bir şey yazıb burada. Burada mənim diqqətimi çəkən ilk nə idi? Şriftlərin çox qəşəngdir. Qız qalası yazmışsan, çox qəşəng, xoşuma gəldi o hissə. Məncə öz uşaqlığınız üçün çəkmisiniz yəqin. Çünki orada 4-cü sinif yazılıb, ona görə deyirəm. Lipstil maraqlıdır. Bax görürsünüz, mən belə şeylərdə çox görmüşəm. Uşaq məsələn rəsm işləyir, bilirəm axı o çəkmir. Deyir, anam mənə kömək elədi, atam mənə kömək elədi falan. Necədir müəllimə, bəyəndiniz? Adım Gülaydı. Mən sizin atdığınızı bəyənməmə şansım var. Yəni, həqiqətən belə sevgi ilə, sayğı ilə, düşüncə ilə yanaşan insanların necə yəni işinə pis demək olar. Əlbəttə ki, tövsiyələr verirəm və işləməyə də davam edirsiniz. Yəni, maşallah olsun. Gülay kuklam, ilk növbədə neçə yaşın var? Bu mənim, əlbəttə ki, ilk sualım odur. Və damalar görən, həqiqətən mən də elə eləyərdim. Riyaziyyat dəftərini o damaları birləşdirərək maraqlı bir naxışlar mən çox eləyərdim də. O naxışlar bilirsiniz, 3 dənə xat atırlar, sonra belə gedirək. Onlar çox eləyərdim mən. Sən də çox qəşəng eləmişsən. Ürək məsələn, musiqi, bir sözlə nə deyir? Musiqi ruhun qidasıdır demək istəyir. Rəssam burada bunu demək istəyir. Pingvin istəyib, bu pingvin daha qəşəngdir digərinə. Hörümçək adamı eləyib damalarına. Aferin. Salam, mənim 12 yaşım var. Artıq uşaqlar öyrəşirdir. Mən hər dəfə yaşı soruşuram deyə. Hamısı da yaşlarını qeyd edirlər. Aha. Ay yazıb ki, moda dizayn ilə məşğul oluram. Məşğul oluram. 3 şəkil atdım. Dizaynlarım çoxdur. Mənfi müsbət fikirləriniz mənim üçün önəmlidir. Rəsmlərinizə və sizə pərəstiş edirəm. Əstəğfurullah, pərəstiş deməyək, çox sağ ol diqqətimə görə. Yəni mən də sizin bu fikirləriniz, rəyləriniz mənim üçün çox önəmlidir. Sevgi ilə yanaşıram. Yəni pərəstiş deməyək. Yəni əlbəttə ki, sən bunu başqa mənada yazmamısan, amma çox belə şey oldum. Onore deyirlər, elə oldum həqiqətən. O sarı don çox qəşəngdir. Detallara baxın uşaqlar. Neçə yaşı var? 12 yaşlı bir uşağın belə işləmişsən. Özündən işləmişsən, hardansa baxmışsan. Mini narıncı donun. Bax, mən mavi rəngi çox sevirəm. Və bu, məncə ikisindən də ən yaxşısı budur. Siz də yazasınız uşaqlar, hansı daha yaxşıdır. Üçüncüsü mən çox bəyəndim. Mavi detallar falan çox qəşəngdir. Salam müəllimə, mən Xəyala, 13 yaşım var. Birinci şəkli təzə çəkmişəm. O birlər isə 11-12 yaşım olanda çəkmişəm. Aha, balaca bir gül görürük. Malbertdə gül. Çox qəşəngdir. Çiyələk çox qəşəngdir. Yeməli görsən. Mən çiyələyi xoşlamam. Amma sənin çəkdiyin şey xoşuma gəldi. Ay, natürmort işləyib çiyələyi də yanında. Bax, uşaq çərçivəyə qoyub öz işini. Bax, necə dəyər verir öz əl işinə. O aslında bizim uşaqlar. Atırlar, gedirlər. Deyirəm, bala, bu sənin əl işindir, götür, apar. Müəllimlərinə oxşayıblar da. Çünki mən özümdə şəkillərimi saxlamazdım, atardım. Ona görə. Amma afərim sənə. Bu iş, həmin uşağın adı yazılmayıb, heç nə yazmayıb. Bir dənə birbaşa işini atır. İşin çox qəşəngdir.
tonlaması olsun, o reallıq olsun. Bir dənə tövsiyəm odur ki, gözlərdə o gözün qarası var. Onu biraz da tünd eləyə bilərsən. Yəqin o həmin çəkdiyim rəsmdə rəngli bir gözlü bir insandır. Mavi gözləri daha tünd görsənmir. Amma onlara da fikir versən çox qəşəngdir işim. Halaldır. Mən burada ən azı bir 20 yaşım falan var yəqin. Özlərində işləmiş bir insanın işini görürəm və çox qəşəngdir. Və Şahinin işlərinə baxay. Şahin hər videoda onun rəsmini görə bilərsiniz. Ən axırda həmişə bölüşürəm çünki özü demişdi ki, ən axırda atarsınız. Mən də baxaram. Nəyə görə deyir? Çünki videonun əvvəlindən axıra qədər izləyən takipçilərimizdəndir və bu həqiqətən məni sevindirir. Yəni çox mənim üçün fərqli bir şeydir. Çox sağ olun hər birinizin dəstəyinizə, sevginizə görə. Aha. Boynuz çəkmiş. Boynuz çəkmişəm yazıb. Boynuz, bildiyimiz boynuz fərqlidir belə. Kamera baxışı. Əla qəşəng görsənir. Sümbül çox qəşəngdir. Paltar cibi dikişlərinə qədər çəkib. Küçə zəngi. Bu zəngi görəndə ümumiyyətlə son zəng yadıma düşür. Mən 2019 məzunuyam. Nəyə görə deyirəm? Çünki 4 il, neçə sinif? 7 sinifdən bəri bütün məzunların lövhələrini mən bəzəyirəm. Ona görə son zəng görəndə son zəng yadıma düşür. Yarım ay. Mən bir də Şahinin digər işlərinə nisbətən burada imzasını tam imzasını qoymazdı deyəsən. Yox, qoymurdu imzasını. Fərqlilik əlavə edib də işində. Suit işləyib çox şirin görsənir. Zebrada işləyib. Zebranın biraz qarın nahiyəsində, bir də ayaqlarını uzun eləsən lap əla olar. Donuz işləyib. Və indi yazacaqlar, o mənasız yazanlar olur. Haramdır, haramdır falan bir şey yazacaqlar orada. Biz onu əstəğfurullah yemirik ki, şəklinə baxırıq da, yəni birinin əl işinə baxırıq. O düşüncəyə sahib olmayan insanlar nədir ki, yazıb gedirlər. Nəsə yarısa görürük, qanadları çox maraqlıdır. Dəniz atı, kərgədan da işləyib, tısbağa da işləyib, timsah da işləyib, dovşan da işləyib. Hər bir şey işləyib də bu insan, yəni halaldır. O əsnada biz ancaq natürmort deyirik, amma fərqliliyi sevən insanlar. Mənsə də günün doğuşudur yəqin, çünki quşlar o yana gedir. Ya günün batışıdır, ya da doğuşudur. Rənglər, ən böyük tövsiyəm Şahinə odur ki, rəngli işləməyi də yoxla. Rəngli işləməyi daha çətindir bilirəm. Amma orada nəsə zövq alacağına əminəm. Çünki bu qədər xırda detallara baxan və onları hiss edən bir insan, onlara da baxanda da zövq alar. Video bu qədər idi, uşaqlar bilirəm uzun oldu. Biraz müəyyən hissələrini kəsərəm. Amma bunu deyim ki, həqiqətən zövq aldım. Digər videolarda görüşənədək hələlik özünüzə yaxşı baxın və hər şeydən diqqətli olun və həyatı, insanları sevməyi öyrənin. Hələlik.